Bir daha xoş gördük hər birinizi. Yenə test toplusu, yeni variantda çıxan test toplusu 9-cu sinifdən fonetik təhlilə aid bir suala baxacağıq. Burada yazıb ki, quraqlıq illəri birləşməsindəki birinci tərəfin fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. Birinci bunu bilmək lazımdır ki, quraqlıq illəri tələffüzü bizə lazımdır. Yazılacaq Q, U, R, A, quraq, L. Bax, Q-dan sonra sait ilə başlayan demişik söz gəldikdə Q-ya keçir. Olacaq quraqlıq illəri. Bax, tələffüzümüz bu qaydadadır. Birinci biz tələffüzü bilsək, qalan suallar artıq cavablar bizim üçün asan olacaq. Biz bilirik ki, ahəng qanunu, vurğu, heca. Bu üçündə yazılışa baxırıq. Qalan nə soruşursa bizdə deyilişə baxırıq. Bax, ahəng qanunu, vurğu, heca haqqında heç nə yoxdur. Deməli, bizə burası lazımdır. Artıq bu getdi. Baxaq, təkrar olunan səs yoxdur. Birinci tərəf bizə lazım idi da. Q, nə U, nə R, nə A, nə X, nə L, nə B, nə də Q. Heç biri təkrarlanmır. Bu düzdür. Üç müxtəlif səs eyni hərflə ifadə olunub. Eyni hərf nə idi? Bax, Q, Q, Q. Üç dənə Q hərfi eynidir. Amma birinci Q, Q kimi tələffüz olunub. İkinci Q, X kimi. Üçüncü Q, Q kimi. Deməli, üç müxtəlif səs eyni hərflə ifadə olunub, düzdür. Keçdik 3-ə. Sözdə qarşılıq təşkil edən samit cütlüyü var. Deməli, Q-ın qarşılığı nədir? Q-ın qarşılığı K-dır. Amma X-ın qarşılığı nədir? Q-dır. Deməli, X və Q qarşılıq təşkil edən samit cütlüyü var. Bu da düz oldu. Sözdə Q samitinin kar qarşılığı işlənib. Q-ın qarşılığı biz bilirik ki, nədir? K. Q-ın qarşılığı K-dır. Burada K var, yoxdur. Deməli, bu səhvdir. Cingiltili samitlə başlayıb, kar samitlə bitir. Q cingiltilidir, düzdür. Cingiltili ilə başlayıb, amma Q da cingiltilidir. Elə Q ilə də bitib. Bəs sonra deməli bu da səhvdir. Bizdən də səhv cavabları soruşduğu üçün düzgün cavabımız oldu 4 və 5.